Salam dostlar, hər vaxtınız xeyir olsun. Havalar biraz isindi deyə düşündüm ki, bubble tea içmək vaxtıdır və 28 Mallda yerləşən Bubble Cup məkanına gəldik və bubble tea içmək üçün və sizlərlə indi bubble tea-nin müxtəlif növləri ilə tanış olacağıq. Bilməyənlər üçün deyim ki, bubble tea daha çox Asiya ölkələrində və ümumiyyətlə dünyanın hər yerində məşhur olan bir çay növüdür və daha çox soyuq içilir. Bubble Cup Bakının müxtəlif yerlərində var. Targovda, yəni Fəvvarələr meydanında, bundan əlavə 28 Mall və digər yerlərdə də var. Yəni hara yaxınsınızsa gedib baxa bilərsiniz. Menyu da sizlər üçün çəkmişəm ki, baxasınız. Bu videoda gördükləriniz tapioka dənələridir. Elə bubble tea-nin də əsas ingredienti, tərkibi budur, tapioka dənələri. İndi isə sizə istəyirəm hazırlama prosesini göstərim. Gördüyünüz kimi burada öz işçiləri hazırlayırlar. İstəsəz şəkərsiz və yaxud şəkərli də eləyə bilərsiniz. Yəni pəhriz saxlayırsınızsa, şəkərdən istifadə eləyə bilmirsinizsə və yaxud sadəcə özünüz istifadə eləmək istəmirsinizsə şəkər, xahiş eləyə bilərsiniz, şəkərsiz eləsinlər. Mən ümumiyyətlə kofeni çox sevirəm deyə istədim ki, biri kofeli olsun, kofenin dadına baxın. Tapioka dənələrini də gördüyünüz kimi hansını istəyirsinizsə onu əlavə eləyə bilərlər. Hətta xahiş eləsəz bəlkə qarışdıra da bilərlər. Menyuda toppings var, yəni toppings üzərinə əlavə olunan digər ərzaqlar, yəni özünüz seçə bilərsiniz onu, onun üçün əlavə ödəniş eləməli olacaqsınız, amma yəni ürəyiniz hansını istəyirsə seçib öz zövqünüzə uyğun hazırlaya bilərsiniz. Siz hansını yoxlayardınız? Bubble Cup-a getsəz hansı növünü seçərdiniz? Rəylərdə xahiş edirəm yazın. Və belə tipli videoları çox görmək istəyirsinizsə, xahiş edirəm videonu like eləyin və rəylərdə yazın. Əgər restoranlarla və yaxud belə yerlərlə tanış olmaq istəyirsinizsə, mən zövqlə sizə göstərərəm. Sadəcə mənə bu məlumat lazımdır ki, bilim ki, izləyəcəksiniz yoxsa yox. Maraqlıdırsa sizlər üçün rəylərdə yazın. İzlədiyiniz üçün təşəkkür edirəm. Kanalıma abunə olmağı unutmayın.